Hamınızı salamlayıram dəyərli kanalımızın abunəçiləri. Yeni Yasamalda tam mərkəzdə Rahat Market və Yasamal Molun yanında yeni tikili 16 mərtəbəli binanın 8-ci mərtəbəsində 64 kvadrat ümumi sahə, qanuni bir otaqdan 3 otağa düzəlmə, kupçalı bir mənzildəyik. Hal-hazırda mənzilin qonaq otağındayıq. Baxın, belə bir gözəl qonaq otağı var. Baxın, bu şəkildədir. Qazı, suyu, işığı daimidir. Orta evdir, sənəd kupçadır, dövlət ipotekasına tam yararlıdır. Qeyd etdim, sənədlər tam qaydasındadır. Baxın, belə bir qonaq otağımız var. Kvadrat ölçüyə malikdir. Giriş hissədən mən sizə göstərəcəm. Mənzilin yerləşməsini də qeyd edəcəm. Baxın, burada giriş qapısı yerləşir. Daxil olduq. Belə bir koridor, dəhliz hissə var. Baxın, həm koridor hissədən, həm də qonaq otağından biraz kəsilərək burada kiçik bir yataq otağı, uşaq otağı və yaxud da iş otağı düzəlib, lazım olan aksesuarı və kombi bataryası qurulu şəkildədir. Burada qonaq otağımız və qonaq otağımızdan mətbəx hissəyə çıxış var. Bu hissədə mənzilin yataq otağı və yataq otağından da mətbəx hissəyə çıxış imkanı mövcuddur. Sağ hissədə mənzilin sanitar qovşağı, hamam tualet hissəsi yerləşir. İstilik sistemi fərqli olaraq kombi istilik sistemidir. Sanitar qovşağın lazım olan aksesuarlarla təmin olunub. Girişdə sağda yığılmış tam boy qardırob hissə, güzgülü rəf hissə mövcuddur. Burada yataq otağı yerləşir. Baxın, bu şəkildədir. 64 kvadrat ölçülüdür. Qanuni bir otaqdır. 3 otağa düzəlib. İstəyən şəxs olsa 2 otağa düzəlmək kimi də istifadə edə bilər. Girişdə göstərdiyim otağı qardırob otağı da istifadə edə bilərsiniz. Hər şəxs öz zövqünə, istəyən uyğun istifadə edə bilər. Baxın, burada mətbəx hissə düzəlib, eyvan hissə olub. Mətbəx pəncərə düşür, qeyd edin. Baxın, bu şəkildədir. Yığılmış mətbəx mebel də var. Soyucu üçün ayrılmış solaq hissə var orada. Paltar yuyan maşını üçün, qaz sobası üçün ayrılmış solaqlar mövcuddur. Baxın, bu şəkildə. Qonaq otağından da mətbəxə çıxış imkanı mövcuddur. Binanın həyət istiqamətində baxır, gün düşən mənzildir, orta evdir, 16 mərtəbəli binadır, 8-ci mərtəbəsindədir. Qanuni bir otaqdan 3 otağa düzəlib, qazı, suyu, işığı daimidir, mənzildə yaşayış yoxdur, açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Xahiş edilir, real alıcılar əlaqə saxlasın, mənzilə gün ərzində baxmaq istəyən olarsa, 1 saat öncədən əlaqə saxlamağa kifayət edir. Mənzil haqqında bu qədər. Növbət çəkişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.